Salam, hər vaxtınız xeyir olsun. Bugün 10 və 11-ci sinif şagirdlərimiz üçün keçirdiyimiz hidrosferin sınaq suallarına baxaq. Deməli, ilk sualda deyir ki, eyni okean daxilində yerləşən yarımadaları müəyyən edin. Biz variantlara tək-tək baxsaq, görə bilərik ki, düzgün cavab təbii ki, B bəndidir. Çünki Kiçik Asiya, Bretan, Florida, Apenin bunların hər biri Atlantik okeanın daxilində yerləşir. İkinci suala baxaq. Təbiətdə su dövranının əhəmiyyəti yayda qurunun səthini isidir. Əlbəttə ki, bu tamamilə yanlışdır. Yer üzərində həyat şəraitini çətinləşdirir. Yox, əksinə, quruda suyun yaranmasına səbəb olur və həyat şəraitini yaradır. Belə deyək də, həyatın mövcud olması üçün şərait yaradır. Qışda qurunun səthini çox soyudur. Ümumiyyətlə, bununla əlaqəsi yoxdur. İl ərzində yer səthinin rütubətlə təminatında çətinlik yaradır. Yox, əksinə, rütubətin təmin olunmasına köməklik eləyir. Qurudakı çayları və gölləri fasiləsiz olaraq su ilə təmin edir. Bəli, sualımızın düzgün cavabı budur. Baxın, bu bizim olsun okean, bu olsun materik. Əlbəttə ki, günəş şüaları okeanın üzərinə düşür, suyu buxarlandırır, buludlar əmələ gəlir və buludları küləklər qovaraq materiklərin üzərinə aparır. Orada da belə deyək, kütləvi yağışların yağması nəticəsində materiklərin üzərinə yağıntıların yağması nəticəsində materiklərdə quru suları yaranır. Materiklər də əlbəttə ki, su ilə təmin olunur, çaylar, göllər yaranır. Deməli, düzgün cavabımız olacaq Y bəndi. Qurudakı çayları və gölləri fasiləsiz olaraq su ilə təmin edir. Üçüncü sualımıza diqqətlə baxaq. Bizə deyir ki, Qrinviç meridianın kəsdiyi su hövzələri. Biz bilirik ki, Qrinviç meridianı Şimal dənizi, Aralıq dənizin, Qvineya körfəzin, Temza çayın, Niger çayın, Volta kimi çayları kəsir. Təbii ki, biz verilən cavablara baxsaq, görə bilərik ki, düzgün cavab Y bəndidir. Yəni, Şimal dənizini, Aralıq dənizini və Qvineya körfəzini kəsəcəkdir. Dördüncü suala baxaq. Deyir ki, okean dibinə göndərilən səs dalğası 6 saniyə ərzində gedib qayıdıbsa, suyun dərinliyini müəyyən edin. Biz bilirik ki, əgər bu 6 saniyə ərzində gedib yeri qayıdırsa, demək bunun neçə saniyəsini getməyə sərf edir? 3 saniyə. Bizə gediş müddəti lazımdır. Və 1 saniyə 1500 getdiyini nəzərə alsaq, 3-ü 1500-ə vursaq, təbii ki, cavabın 4500 metr olduğunu görə bilərik. Ona görə sualımızın düzgün cavabı D bəndi olacaqdır. Aha. 5-ci sualda deyir ki, dünyanın əksər regionlarında su qıtlığının probleminin həlli yolları. A-da deyir ki, sudan qənaətlə istifadə etmək, sənayinin inkişaf sürətini ləngitmək. Bəli, sudan qənaətlə istifadə etmək olar. Amma sənayini ləngitmək bu çıxış yolu deyil. Çünki sən sənayini ləngitsən, sonra başqa problemlər yaradacaq bu. Yəni, sənayedə ölkənin iqtisadiyyatına mənfi təsir göstərəcək. Ona görə A bəndi yanlışdır. Çayların istiqamətini dəyişdirmək, suyun təkrar istifadəsinə keçmək, suvarma əkinçiliyini inkişaf etdirmək. Yəni, bu da suvarma əkinçiliyini falan inkişaf etdirmək, yəni su qıtlığının aradan qaldırmasına kömək eləməz. Daxili sulardan səmərəli istifadə etmək bu olar. Qar sularını toplamaq olar. Dənizləri qurutmaq, yox, dəniz suyunu şirinləşdirmək olsaydı daha dəqiq olardı. Bu da yanlışdır. Dəniz suyunu şirinləşdirmək, bəli, dəniz suyunu şirinləşdirə bilərik biz. Sudan qənaətlə istifadə edə bilərik. Arteziyan, yəni yeraltı sulardan istifadə etmək, bəli, bu içməli su problemini aradan qaldıra bilər. Arteziyan su quyularından, xüsusən quru ərazilərdə, məsələn, Avstraliyada, böyük səhra ərazisində, Azərbaycanda, Kür-Araz ovalığında, bu ərazilərdə arteziyan sularından istifadə edərək su problemini müəyyən qədər aradan qaldırmaq mümkündür. Arz pillərin suyundan istifadə etmək olar. Meşələri qırmaq əksinə, yəni suların azalmasına səbəb olar. Süni yağışda yağdırmaq, təbii ki, bunlar hamısı yanlış fikirdir. Sualımızın düzgün cavabı D bəndi olacaqdır. Növbəti sualımıza baxaq. Cərəyan adı Gulf Stream, Atlantik okeanı, bəli, Atlantik okeanda hərəkət edir. Şimali Amerikaya aiddir. Yəni, Şimali Amerikanın ətrafından keçir. İsti cəryandır. Tamamilə doğrudur. Biri seçdik. Bengel Hind okeanı yazıb. Təbii ki, tamamilə yanlışdır. Atlantik okeanında hərəkət edir. Ona görə 2 səhvdir. Alyaska Sakit okeanda, bəli, Alyaska var. Şimali Amerikanın ətrafındadır və isti cəryandır. Bu da tamamilə doğrudur. Falkland Atlantik okeanda hərəkət edir. Cənubi Amerikanın ətrafındadır və soyuq cəryandır. Bu da tamamilə doğrudur. Demək, 1, 3, 4 sualımızın düzgün cavabı oldu.
Demək 1-3-4-ü burada yazaq qalsın ağlımızda. Görək başqa variant varmı? 5-ə baxaq. Qərbi Avstraliya sakit okean yox, təbii ki Hind okeanındadır. Səhvdir. Mozambik Atlantik okeanındadır, Afrikanın ətrafındadır. Yox, Mozambik yox, Atlantik okeanında deyil. Bu yanlışdır. Hind okeanındadır, Afrika ətrafındadır və isti cəryandır. Ona görə 6-da səhvdir. Ona görə sualımızın düzgün cavabı 1, 3 və 4 olacaqdır. Bizdən uyğunluğu istəyir də, düzdürmü? Aha, bəli. 7-ci sualımıza baxaq. Sakit okeanda duzluluğun Atlantik və Hind okeanından az olmasının səbəbi. Ümumiyyətlə, okeanda niyə görə duzluq az olar? Ya bura yağıntı çox yağar, ya çaylar çox tökülər və yaxud da bu ərazilərdə buxarlanma az olar ki, duzluq daha az olsun. Sakit okeanda da duzluğun da az olması səbəbinə gəlin baxaq. Çox dərin olmasının heç bir aidiyyatı yoxdur. Hər tərəfdən tavalarla əhatə olmasının, tavaların duzluğu heç bir aidiyyatı yoxdur. Cəryanların daha çox enlik istiqamət təşkil etməsi, bunda aidiyyatı yoxdur. Yağıntıların buxarlanmadan çox olması. Bəli, xüsusən biz bilirik ki, sakit okeanın əhatəsi daha, yəni belə deyək, daha enli, daha geniş okeandır deyə. Burada daha çox suyun kiçik dövranı baş verir və yağıntıların əksər hissəsi ilə sakit okeanın öz üzərinə tökülür. Ona görə bəli, yağıntıların buxarlanmadan çox olması tamamilə düzgün cavab olacaqdır. Yəni sualımızın düzgün cavabı D bəndi. 8-ci suala baxırıq. Sahil rayonlarında buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərqin çox olmasına səbəb olan okean cəryanları təbii ki, bunlar soyuq cəryanlardır. Biz bəli, Kanarı seçə bilərik, soyuq cəryandır. Qərbi Avstraliya soyuq cəryandır. Mozambik istidir, Braziliya istidir, Antil istidir və Bengel cəryanları. Yəni sualımızın düzgün cavabı 1, 2 və 6 olacaqdır ki, bunlar soyuq cəryandır. Soyuq cəryanlar bilirik ki, quraqlıq yaradır, səhraların yaranmasına, quraq və yaxud da yarım səhra quru ərazilərin yaranmasına səbəb olur və bu ərazilərdə də buxarlanma qabiliyyəti böyük olsa da buxarlanmaq üçün su yoxdur da, belə deyək. Ona görə buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərqi böyüdən cəryan deyirsə, təbii ki, soyuq cəryanları seçməliyik. Duzluğu 40 promilli olan suyun yarısını buxarlandırsaq, duzluq neçə promilli olar? Deməli, yadda 1 litr suda nə qədər duz var imiş? 40 promilli, düzdürmü? Və bu suyun yarısını buxarlandırıblar. Yarısını buxarlandırıblar, 0,5 litr qalıb. Düzdürmü? İndi duzluq nə qədər olar? X qalar, tutaq ki. Sadəcə burada bir məsələyə diqqət yetirmək lazımdır. Biz yadda saxlayaq ki, suyu buxarlandırsaq, su buxarlanıb gedir də, duz buxarlanmır ki. Ona görə su buxarlandıqca əksinə olaraq suda olan duzluğun miqdarı artır. Yəni bu necə mütənasibdir? Tərs mütənasibdir. Ona görə qarşı-qarşıya vurmalıyıq. Buradan 0,5 x bərabərdir 40-a, x də bərabərdir 80 promilli olduğunu hesablaya bilərik. Aha, 10-cu suala baxaq. Mənbə 3500 yüksəklikdə olan çay 740 metr yüksəklikdə əsas çaya tökülür. Bu çayın uzunluğu 2400 km olduğunu nəzərə alaraq onun meyliliyini tapın. Deməli, biz ümumiyyətlə meyliliyi tapmaq üçün bilirik ki, çayın düşməsini çayın uzunluğuna bölmək lazımdır. Çayın düşməsini tapmaq üçün isə biz çayın mənbəyinin hündürlüyündən mənsəbin hündürlüyünü çıxmaq lazımdır. Ona görə gəlin biz birinci çayın düşməsini tapaq. Demək, burada 3500-dən biz 740 çıxarıq. Deməli, 3500-dən, gəlin çıxaq, 3500 çıxılsın 740. Görərik ki, çayın düşməsi 2760 metr olacaqdır. İndi burada M bərabərdir. Düşmənin yerinə 2760 yazaq. Uzunluğun yerinə 2400 verib bizə çayın uzunluğunu. 2760-ı da 2400-ə bölsək, görərik ki, cavab 1,15 metr böl kilometr olar. Ona görə sualımızın düzgün cavabı 1,15 metr böl kilometr olacaqdır. Aha, sonra 11-ci sualda bizə alt və üst bataqlıqları soruşur. Demək, torfun qalınlığı az olur. Təbii ki, alt bataqlıqlarda əsasən torfun qalınlığı az olur. 1,5 metr. Ona görə 1-ə gedər A. Hamar relyefə malik su ayırıcılarda, əlbəttə ki, su ayırıcılarda üst bataqlıqlar yaranır. Alt bataqlıqlar əsasən keçmiş göllərin, çay dərələrinin yerində yaranır. Tundra, meşə tundra və tayqa zonalarında, təbii ki, tundra, meşə tundra və tayqa zonalarında əlbəttə ki, üst bataqlıqlar yaranar.
Əldə olunan torfundan üzvü gübrə kimi istifadə olunur. Təbii ki, alt bataqlarda üzvü gübrə kimi, üst bataqlarda isə əsasən yanar faydalı qazıntı kimi istifadə olunur. Su keçirməyən suxur qatı üzərində formalaşır. Əsasən atmosfer yağıntıları ilə qidalanır. Su keçirməyən suxur qatı üzərində deyirsə, bu üst bataqlıqdır. Çünki alt bataqlar su keçirən suxur qatı üzərində formalaşır və əsasən atmosfer yağıntıları ilə qidalanan üst bataqlıqlardır. Alt bataqlar əsasən yeraltı sularla qidalanır. Ona görə 1-ə A, D, 2-ə B, C, Y, yəni sualımızın düzgün cavabı B bəndi. Bir daha qeyd edirəm, 1-ə A, D, 2-ə B, C, Y olacaqdır. 13-cü sualımıza baxaq. Şimal buzlu okeana tökülən çaylara aid olan xüsusiyyətlər. İlin soyuq dövründə donurlar. Bəli, məsələn, Obdu, Yeniseydi, Lena kimi çaylar, bəli, şimal buzlu okeana tökülür və donurlar, düzdür. Əsasən qar suları ilə qidalananlar, bəli, ümumiyyətlə Sibir çayları, ümumiyyətlə və yaxud da şimal buzlu okeana tökülən çayların əksəriyyəti qar suları ilə qidalananlar. Bu da tamamilə doğru fikirdir. Hövzələrində suvarma əkinçiliyi inkişaf etmişdir. Yəni bu ərazilər soyuq ərazilərdir. Birinci, bu ərazilərdə əkinçilik inkişaf etməz. İkincisi də inkişaf etsə belə, yəni burada rütubətli kifayət qədər çoxdur. Burada suvarmaya ehtiyac yoxdur. Qışda ağac axtarılmasında istifadə olunur. Məncə yox, çünki şimal buzlu okeanının daxilinə ağac axtarmayacaq ki, təbii ki. Yəni buna ehtiyac yoxdur. Hövzələrində bataqlıqlar geniş yayılmışdır. Bəli, burada rütubətlik çox olduğu üçün hövzələrində bataqlıqlar geniş yayılıbdır. Çünki burada yağıntı az düşsə də buxarlama qabiliyyəti böyük, buxarlama qabiliyyəti zəifdir deyə, azdır deyə düşən yağıntı buxarlana bilmir və bataqlıqlar yaradır. Axımı tənzimlənən çaylardır. Xeyr, yəni burada əksəriyyətin üzərində su anbarı yoxdur. Çünki burada ehtiyac yoxdur su anbarı tikməyə. Ona görə sualımızın düzgün cavabı 1, 2 və 5 olacaqdır. 1, 2 və 5, yəni D bəndi olacaqdır. Sonra 13-cü suala baxaq. Qar xətti Firin və Gletscher. Biz bilirik ki, qar xətti qarın əriməyə macal tapmadığı, temperaturun 0 dərəcədən aşağı olduğu və buzlaqların yaraldığı bir hündürlükdür qar xətti. Firin buzu, buzun ilkin versiyası Firin, son versiyası isə Gletscher adlanır. Deyir, son mərhələdə daha bərk süd rəngli əmələ gələn buz, bu son mərhələdə əmələ gələn təbii ki, Gletscherdir. 3-ə gedəcək A. Qarın sıxılaraq çevrildiyi tutqun rəngli buz, bu əlbəttə ki, qarın, yəni ilk dəfə çevrildiyi buza biz Firin buzu deyirik. Son mərhələ Gletscherdir. Sınıb dənizə düşən şelf buzları, bu iceberglərdə bunların heç birinə aid deyil. Dənizlərin şelf hissəsini örtən buz, bu örtüş buzlaqlarından söhbət gedir. Dağlarda qarın ərimədiyi hündürlük isə təbii ki, qar xətti adlanacaqdır. Ona görə 1-ə E, 2-ə B, 3-ə A. 1-ə E, 2-ə B, 3-ə A. 14-cü sualımıza baxaq. Deyir ki, bataqlıqların yaranma səbəblərindən deyil, yağıntıların miqdarının buxarlanmadan çox olması. Təbii ki, bu bataqlıq yarada bilər. Çünki rütubət nə qədər çoxdursa, bataqlığın yaranma ehtimalı daha böyükdür. Qurut sularının səthə yaxınlığı, bəli, yeraltı sular da yer səthinə yaxınlaşıb bataqlıq yarada bilər. Daimi donuşluqlar əlbəttə ki, bataqlıq yarada bilər. Dağlıq relyef və güclü səth axını. Əlbəttə ki, bu tamamilə yanlışdır. Dağlıq relyefdə bataqlıq yarana bilməz. Bataqlığın yaranması üçün düzənli relyef olmalıdır ki, orada su toplana bilsin. Ona görə sualımızın düzgün cavabı D bəndi olacaqdır. Çaylarda gürsülük dövrünün davamlaması, bəli, çaylar gürsülü olanda ətraf əraziləri basa və bataqlıqların yaranmasına səbəb ola bilər. 15-ci sualda bizə deyir ki, Sakit Okean hövzəsinə aid olan çayları müəyyən edin. Bəli, Mekong Sakit Okeana tökülür, götürərik. Murray tökülməz, Anadır tökülür, götürürük. Kolumbiya tökülür, götürürük. Orinoco və müqəddəs Lavrentidə tökülməz. Ona görə sualımızın düzgün cavabı 1, 3 və 4 olacaqdır. 16-cı sualda bizə deyir ki, Parana çayı üçün doğru fikirləri müəyyən edin. Çayın mənbəyi Braziliya yaylasında yerləşir. Bəli, bilirik ki, Parana çayı Braziliya yaylasından başlayır. Ekvatorial yox. Parana Braziliya yaylasına başladığı üçün subekvatorialdan başlayır. Orada ekvatorial olmaz. Çayın suyu dekabr-fevral aylarında artır. Aha. Demək biz bilirik ki, Parana əsas subekvatorial iqlim qurşağından başlayır. Yəni cənub subekvatorial iqlim qurşağında. Subekvatorial iqlim qurşağında da yağıntılar yayda düşür və cənubun da yay ayları dekabr, yanvar, fevral aylarıdır və bu zaman Parana çayı daha bol sulu olar. Tamamilə doğrudur. Dünyanın ən bol sulu çayı Amazondur, aid deyil. Bəli, subekvatorial, tropik və subtropikdə La Plata körfəzinə tökülür. Tamamilə doğrudur. Sakit Okeanı hövzəsinə yox, Atlantik Okeanı hövzəsinə aiddir. Demək, sualımızın düzgün cavabı 1, 3 və 5 olacaqdır.
Aha, daha sonra 17-ci suala baxaq. Doğru olan coğrafi ifadələri müəyyən edin. Dunay, Volqa, Ural, Amur çayları daxili axarsız hövzəyə aiddir. Bu tamamilə yanlışdır. Çünki Dunay və Amur okeana tökülür. Yəni okean hissələrinə, dənizlərə və okeana tökülür. Demək, bir yanlışdır. Ural və Volqa mı olar da daxili axarsız hövzə? Çünki Xəzərə tökülürlər. Afrika materikinin çayları iki okean və daxili axarsız hövzəyə aiddir. Bəli, Hind okeanıdır. Demək, bir yanlış oldu. Demək, Hind okeanına tökülür, Atlantik okeanına tökülür və daxili axarsız hövzə tamamilə doğrudur. Ona görə ikini götürək. Dünyanın ən hündür şəlaləsi ən isti materikinin ən bol su çayı üzərində yerləşir. Xeyr, dünyanın ən hündür şəlaləsi dünyanın ən rütubətli materiki olan Cənubi Amerikada Orinoco çayının Çurum qolu üzərində yerləşir. Bu yanlışdır. Baltik dünyanın ən böyük gölüdür. Ümumiyyətlə, Baltik göl deyil, dənizdir. Dünyanın ən böyük gölü Xəzərdir. Mənbəyini Mərkəzi Asiyanın yüksək dağlığından götürən çaylar əsasən buzlaqlarla qidalanır. Tamamilə doğrudur. Məsələn, Amudərya və Sırdərya kimi çaylar. Həmçinin ümumiyyətlə, əgər çay yüksək dağlıqdan başlayırsa, əsasən həmin çayların qidalanmasında buzlaqların, qar sularının rolu daha çox olur. Çaylarda su anbarlarının yaradılması ətraf ərazilərdə qurut sularının səviyyəsinin qalxmasına səbəb olar. Tamamilə doğrudur. Su anbarlarından sızan yeraltı sular, yəni yeraltı suların səviyyəsini qaldıra bilər bu sular və həmin ərazilərdə qurut sularının səviyyəsi qalxa bilər. Ona görə sualımızın düzgün cavabı 2, 5 və 6 olacaqdır. Müvafiq olaraq Afrika, Şimali Amerika və Avrasiya materiklərinin duzlu göllərini müəyyən edin. Təbii ki, sualımızın düzgün cavabı D bəndi olacaq. Rudolf Afrikanın şorsulu gölüdür. Böyük Duzlu Şimali Amerikanın şorsulu gölüdür. Lobnor isə Avrasiyanın şorsulu gölüdür. Cənub yarımkürəsində subekvator iqlim qurşağında yerləşən çaylar hansı aylarda daha bol sulu olar? Təbii ki, Cənubun subekvator iqlimə ümumiyyətlə yağıntılar yayda düşür. Biz bilirik ki, ona görə bu çaylar yayda bol sulu olur. Cənubun da yay ayları dekabr, yanvar və fevral ayları olacaqdır. 20-ci sualda bizə deyir ki, çayın orta meyillilik göstəricilərinin böyük kəmiyyəti nəyə səbəb olar? Çayın su sərfinin artmasına bu mütləq deyil. Yəni ola bilər ki, çayın dərəsi, yəni belə deyək, genişliyi azalsın. Ona görə bütün hallarda suyun su sərfini artırmaz. İntensiv dib eroziyası bəli yarada bilər. Çünki çay öz dərəsini dibə doğru genişləndirəcək və intensiv dib eroziyası yaranacaq. Çay rejiminin kəskin dəyişməsinə əlbəttə ki, yox. Yüksək axın sürəti bəli, çay nə qədər meyilliyi çoxdursa daha sürətlə axacaqdır. Yan eroziya əsasən düzənlik çaylarında olur, ona görə olmaz. Sualımızın düzgün cavabı 2 və 4, yəni Y bəndi olacaqdır. Uçqun bənd gölləri müəyyən edin. Uçqun bənd göllərinə əlbəttə ki, biz elə Göygöl, Batabat, Ördəkgöl kimi gölləri aid edə bilərik. Bunlar zəlzələlər zamanı baş verən uçqunlar çayların qarşısını kəsmiş və bu cürə göllər yaranmışdır. Aha, sonra Qusarçay, Akstafaçay, Həkəri çaylarının eroziya bazasını, yəni mənsəbini bizdən istəyir. Qusarçay əlbəttə ki, tökülür Xəzər dənizinə, Akstafaçay tökülür Kürə, Həkəri də elə tökülür Araza. Elə sualımızın düzgün cavabı A bəndidir. Qusarçay Xəzərə töküldü, Akstafaçay Kürə, Həkəri isə Araza. Gölləri çuxurlarının mənşəyinə və su mübadiləsinə görə müvafiq sırasını müəyyən edin. Göygöl tektonik yox, uçqun bənd mənşəli göldür. Böyük Ala göl vulkanik mənşəli göldür. Tufan göl buzlaqdır, doğrudur. Amma Böyük göl axarlı yox, axarsız göldür. Sarısu bəli axmaz mənşəli, yəni çaydərə mənşəli göldür. Azunxur da axarsız şorsulu göldür. Sualımızın düzgün cavabı D bəndidir. Yəni birinci gölün mənşəyini müəyyən etməliyik. İkinci gölün isə su mübadiləsi müəyyən etməliyik. Düzgün cavab D bəndidir. Sonra 24-cü suala baxaq. Deyir, Respublikamızın ərazisində olan su anbarlarına aid olan əlamətlər. Yalnız əhalinin içməli suya olan tələbatını ödəməyə xidmət edir. Xeyr. Biz bilirik ki, su anbarlarından həm içməli su kimi istifadə etmək olar, həm suvarmada istifadə etmək olar, həm balıqçılıqda, həm su idman yarışlarının keçirilməsində və s. kimi məqsədlər, enerji almaq məqsədi ilə istifadə etmək olar. Həm çay məzrasında, həm də çay məzrasından kənarda yerləşir. Bəli, yəni həm çayların üzərində ola bilər, həm də məzradan kənarda yerləşib, lakin həmin çayın suyu ilə qidalana da bilər. Bu doğru fikirdir, ona görə ikini seçirəm. Əhalinin təsərrüfatı əkin suyuna olan tələbatın ödənilməsinin məqsədi ilə yaradılmışdır. Bu da doğrudur.
Düz fikirdir. 3-ü də seçirək. Qurunç sularını burada toplamaq və Xəzərə axıtmaq əlbəttə ki, bunun su anbarına aidiyyatı yoxdur. Bəzi anbarların üzərində bəli, SES-lər, yəni su elektrik stansiyaları tikilir, tamamilə doğrudur. Anbarların ətrafında qurunç sularının səviyyəsi aşağı düşməklə torpaqların məhsuldarlığının azalmasına səbəb olur. Xeyr, əksinə su anbarları olan yerdə qurunç suları üzə qalxar. Ona görə 2, 3, 5 sualımızın düzgün cavabı olacaqdır. Daha sonra Başmil və Əzbəyov adına kanallara aid olan xüsusiyyət, bəli, Başmuğan daha doğrusu. Başmuğan və Əzbəyov hər ikisi təbii ki, Bəhramtəpə su anbarından başlayır. Ona görə sualımızın düzgün cavabı B bəndi olacaqdır. Xəzərin cənub hissəsi üçün səciyyəvi olan əlamət Dərbənd çökəkliyi, xeyr, cənubunda deyil, bir yanlışdır. Mümkün buxarlama digər hissələrlə müqayisədə burada daha çoxdur. Bəli, çünki cənub hissəsi daha istidir deyə burada mümkün buxarlamanın da miqdarı çoxdur. Ən iri çayları əsasən bu hissədən tökülür. Xeyr, ən iri çayları şimal hissəsindən tökülür. Digər hissələrlə müqayisədə duzluluq yüksəkdir. Bəli, suyun temperaturu isti olduğu üçün duzluluq da yüksəkdir. Ən dər yeri, bəli, yəni ki, Lənkəran çökəkliyi də burada yerləşir. Ona görə 5-i də götürəcəm. Dayaz olduğu üçün qışda müəyyən müddətə qədər buz bağlayır. Xeyr, şimal hissəsi buz bağlaya bilər. Cənub hissəsi isti olduğu üçün buz bağlamaz. Ona görə sualımızın düzgün cavabı C bəndi 2, 4 və 5 olacaqdır. 27-ci suala baxaq. Verilən fikirlərdən hansı yanlışdır? Xəzər dənizinə tökülən çayların eroziya bazisi okean səviyyəsindən aşağıdır. Doğrudur. Çünki Xəzər dənizi özü okean səviyyəsindən aşağıda yerləşir. Buzlaqlarla qidalanan çaylar yay aylarında daha bol sulu olur. Tamamilə doğru fikirdir. Çünki buzlaqlar yayda əriyir. Kür çayının qidalanmasında qar sularının rolu böyükdür. Bəli, 52%-in qar suları təşkil edir. Amur, Mekong, Dunay, Mississippi və Yansızı çayları musson rejimli çaylardır. Biz bilirik ki, musson rejimli çaylar Asiyanın cənubunda, cənub-şərqində və şərqində yerləşən çaylardır. Amma burada, məsələn, biz Dunay çayı, Mississippi çayını aid edə bilmərik. Ona görə yanlış cavab D bəndidir. Qanıq, Samur və Bolqar çay sərhəd çaylarıdır. Bəli, Qanıq Gürcüstanla, Samur Rusiya ilə, Bolqar çay isə İranla sərhəddə yerləşir. Demək deyir ki, Kür çayı Cənubi Qafqaz regionunun ən böyük çayıdır. Mənbəyini 2740 metr yüksəklikdən götürərək -27 metr hündürlükdə Xəzər dənizinə tökülür. Çayın uzunluğu 1515 kilometrdir. Respublikamızın daxilində çoxlu qollar qəbul edir. Ən böyük qolu Arazdır. Kür çayının keçdiyi ölkələrin ardıcılığını istəyirsə, təbii ki, birinci Türkiyədən başlayır, sonra Gürcüstandan keçir və Azərbaycan ərazisində Xəzər dənizinə tökülür. Demək, Kür Türkiyədən başlayır, Gürcüstandan ardıcılıq istəyir və Azərbaycandan keçir. Kür çayının orta meylini tapmaq üçün M bərabərdir delta H, yəni ki, düşmə bölünsün uzunluq. Delta H da tapmaq üçün biz mənbəyin hündürlüyünə mənsəbin hündürlüyünü çıxmalıyıq. Mənbə 2740-dır. -27-ni çıxsaq, eləyər 2767. Aha, çayın uzunluğunu da verib 2767-ni çayın uzunluğuna, yəni 1515-ə bölsək, təqribən 1,8 metr bölünsün kilometr cavabını alarıq. Aha, daha sonra 3-cü suala baxırıq. Kür çayı üzərində qurulan su anbarları. Məsələn, var su anbarları, tutaq ki, Şəmkir və Tovuz rayonları arasında yerləşir. Var Yenikənd, Şəmkirdə yerləşir. Var Mingəçevir, Yevlax, nə bilim, Samux kimi rayonların ərazisinə düşür. Daha sonra var Varvara, Yevlax rayonu ərazisinə düşür və s. Yəni, əsas 4 dənə böyük su anbarının adını çəkə bilərik.